Macarıstanla Ukrayna arasında uzun müddətli yaşanan gərginlik sonda əlaqələrin daha da pisləşməsinə yol açdı. Rusiyaya isti münasibətdən dolayı Budapeştdən narazı olan Kiyevi indi daha çox qəzəbləndirən hadisə isə Ukraynada Macar kəşfiyyatının fəaliyyəti olub. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski Zakarpatiya bölgəsində Macar casus şəbəkəsinin ifşa olunduğunu deyib. İddiaya görə onların məqsədi Ukraynanın sərhəd bölgəsindəki zəiflikləri müəyyən etmək, habelə Macar sülh məramlılarının potensial mövcudluğuna dair bölgə sakinlərinin mövqeyini öyrənməkdir. Sözü gedən ehtimalların doğru olub olmaması isə sual altındadır. Biz müharibə vaxtı belə bir vəziyyətə necə reaksiya verməliyik? Mən demirəm ki, Budapeşt nəyisə planlaşdırır. Amma əgər belə deyilsə, bəs o zaman bu məlumatları kim üçün toplayır? Mən NATO nümayəndələrindən Macar tərəfinə belə məlumatları toplamaq barədə hər hansı müraciət olub-olmadığını soruşdum. Onlar isə cavabında belə bir müraciət edilmədiyini bildirdilər. Zelenskinin müsahibəsində Macarıstan baş nazirinin müharibəni öz siyasi ambisiyaları üçün istifadə etdiyini dilə gətirməsi isə Budapeşti daha da hiddətləndirib. Söhbət 2026-cı il üçün Macarıstanda keçirilməsi gözlənilən parlament seçkisindən gedir. Baş nazir Viktor Orban isə cavabında ölkəsinin qarşı durmaya sürükləndiyini deyib. Prezident Zelenski bizə qarşı çıxır. Çünki Macarlar Ukrayna uğrunda ölmək istəmirlər. Biz övladlarımızın cəbhədən tabutla qayıtmasını istəmirik. Həmçinin Macar pullarının Ukraynaya getməsini də qəbul etmirik. İttiham dolu çıxışların indiki səviyyəyə çatacağı əslində gözlənilən idi. Bu, bir növ diplomatik müharibənin də başladığına işarə edir. Bir müddət əvvəl Macarıstandan 2 Ukraynalı diplomatın casusluq ittihamı ilə qovulması da bunun sübutudur. Digər tərəfdən Kiyevin Macar hökumətinin Avropadakı nüfuzunu gözdən salmağa çalışdığı da ehtimal olunur. Daha dəqiq desək, Macarıstanın ittifaqla əlaqələrini daha da pisləşdirmək. Müəyyən qədər Avropa İttifaqının daxilində əsas Rusiya ilə barışığa meyl edən qüvvə məhz Macarıstandır. Və bu isə şübhəsiz ki, Kiyevdə qıcıq doğurur və Ukrayna çalışır ki, Macarıstanın Avropa İttifaqı daxilindəki nüfuzunu aşağı salsın. Yəni maksimum dərəcədə rəsmi Budapeştə ziyan versin. Hər bir halda Avropa İttifaqı ölkəsi ilə Kiyev arasında olan gərginliyin daha da dərinləşməsi birinci növbədə Moskvanın əlini oynayacaq. Bu baxımdan təşkilatın proseslərə necə reaksiya verəcəyi də diqqət çəkir. Ehtimallara görə Brüssel Budapeştin ittifaqdakı səs vermə hüququnu məhdudlaşdırmaqla bağlı planını artıq gerçəkləşdirməli olacaq.